Alo. Selamun aleyküm Erxan Bey. Aleykümselam ve rahmetullah berekatuhu. Siz Sabuhi Bey'di davet eləyən. Kim? Sabuhi. Buyur kardeş. Hər vaxtınız xeyirli olsun inşallah. Çok sağ ol. Keçmiş bayramımızı da təbrik edirik Allah razı olsun. Allah kabul etsin bizden. cümləmizdən. Mənim sizin vaxtınızı almaqda məqsədim budur ki, sizə bir sual vermək istəyirəm və bunu başqasına vermək deyil, məxsusən sizə vermək istəyirəm. Çünki müəllif sizsiz. İnşallah Buyur. sizə pis başa düşülməz Allahın izni ilə. Buyur kardeş. Siz Azərbaycanda Qur'anı tərcümə etmisiniz. Allah razı olsun. Biz Qur'ana nəzər salanda görürük ki, Nur surəsinin 11-ci ayəsində xanım Ayşənin adını bəzi tərcümələrdə, sizin tərcümənizdə mötərizəsiz, bəzilərində isə mötərizə ilə qeyd olunub. Bu da ifq. Mötərizəsiz olan əyridir. Necə yəni? Mötərizəsiz olanlarda Ayşə sözü əyri yazılıb, ona italics deyilir. Yox, biz mən evdə əyri yazılıb da italicslə. Yox, o mən rastıma gəlməyib açığı. Ola bilər şeylər olsun. Mötərizəsiz onu eləmişik, oxunaqlı olsun. Amma həmin söz, hansı sözlər ki, Quranda yoxdur, o söz ki, təfsirlərdə var, o sözü əyri qoymuşuq ora. İzahlı olsun. Müqəddimədə, bəli, müqəddimədə bəyan eləmişik ki, o əyri qoyulan sözlərin Quranın orijinalına aidiyyəti yoxdur. Təfsirdən götürülüb ki, ayə başa düşülsün. Vəssalam. Əhsən. Tövbə surəsində məsələn üçün, Tövbə surəsidir ya da Ənfal dəqiq yadımdadır. Tövbə 40. Əbu Bakrın adını yazmışıq ora. Bəli. O Əbu Bakrın adı heç Quranda yoxdur. Amma onu əyri qoymuşuq. Əhsən, mövzum o deyil. Mövzu o deyil. Siz Quranı tərcümə edərkən, Quranı təfsilatlı və yaxud qismən təfsilli, izahlı tərcümə etmək üçün ümmət bunu ayə kimin haqqında getdiyini məlumat əldə etmək üçün siz bunu yazmısınız. Aydın. Bu maarifləndirici bir şeydir. Burada irad yoxdur. Mənim iradım yox. Sadəcə bir öz düşüncəmdə bir nöqsan aşkar etmişəm. Ona görə sizlə paylaşmaq istəyirəm. Buyur, qardaş, buyur, əlbəttə. Deməli, məsələ nədir? Mən İsna-Əşəri etiqadındayım, Şiə etiqadındayım. Müxalif bir məsələyə də qatılmaq istəmirəm. Çünki siz bu mövzulardan zaten kənar bir şəxsiz, sizin çıxışlarınıza fikir vermişik. Mövzum bu deyil. Mövzum nədir? Siz Qur'anı tərcümə edərkən xanım Ayşənin və yaxud ki onun atası Əbu Bəkirin adını biri Nur 11, biri də ki Tövbə 40-da qeyd etmisiniz. Əhsən. Bəli. Biri ifq hadisəsidir. Buxarıda gəlir, onu siz zaten tərcümə etmisiniz. İşimiz bunda da deyil. Mövzu nədir? Mövzu budur ki, sualım budur. Siz nəyə görə Nur 11-də ifq hadisəsinə əsasən xanım Ayşənin adını qeyd etdiyiniz halda, Tövbə 40-da da mağara məsələsində Əbu Bəkirin adını qeyd etdiyiniz halda, Təhrim surəsində 3-cü ayəsində xanım Ayşə ilə xanım Həfsənin adını qeyd etməmisiniz. Ali İmran 61-də İmam Həsənin, Hüseynin, xanım Fatimənin, İmam Əlinin adını qeyd etməmisiniz. Çünki bu da təvatürdə. Ali İmran 61. Və nisa'ana və nisa'akum və anfusuna və anfusakum ayəsi var ha? Bəli. Orada Əhl-i Beytin adı qeyd olunmayıb və yaxud ki Nur 11-də gələn nəşrlərdə qeyd edərik. Edərsiniz inşallah. Bəli. Gələn nəşrlərdə onu əlavə edəcəyik. Oldu. Çox sağ olun. Oldu qardaş. Oldu. Salam aleyküm. Aleykümselam. Gördüyünüz kimi Əlixan bəy iraddan sonra buyurdu ki, gələn nəşrlərdə qeyd edəcəyik. Mən də bir şey maraqlıdır. Niyə görə irad veriləndən sonra icraata başlamaq istəyirsiniz? Axı zaten də bilirsiniz ki, Ali İmran surəsinin 61-ci ayəsində, ümumiyyətlə Qur'an-ı Kərimdə bir çox ayələrdə xüsus olaraq Əhl-i Beytə məxsus şəkildə ayələr nazil olub. Bu həm sizin hədis külliyyatınızda, təfsirlərinizdə təvatür dərəcəsindədir, həm də bizim Şiənin. Niyə bir Şiə sizə irad verdikdən sonra siz bunu qələmə almaq istəyirsiniz? Səbəb nədir? Niyə Əhl-i Beytin adını gizlədirsiniz? Hər halda səbr edirik. Görək gələn nəşrlərdə
adlar, Əhl-i Beytin adları Quran-ı Kərimdə mötərizədə belə olsa öz əksini tapacaqmı, tapmayacaqmı? Mən sadəcə sual verdim, cavabı da aldım. İnşallah ki haqq öz yerini tapar. Və aleyküməssələm və rəhmətullahi və bərəkətuhu.